Və bugünkü vaazımın adı belədir. Allahın müqəddəs ruhunu kədərləndirməyək. Efeslərə məktub 4-cü fəsil 30-cu ayədə yazılıb ki, Allahın müqəddəs ruhunu kədərləndirməyin, çünki satın alınma günü üçün o ruhla möhürləndiniz. Amin. Və mənim xatırlayıram, mən İsa Məsihi tanımayana kimi mən sevinç nədir bilmirdim. Yəni sevinirdim. Nəsə hədiyyə alanda, hansısa bir istəyim həyata keçəndə, uzaq qohumumu görəndə belə sevinirdim. Amma mən İsa Məsihlə tanış olandan sonra, İsa Məsihin müqəddəs ruhu mənim həyatıma gələndən sonra və mən baxdım, gördüm ki, əsl sevinç Allahın ruhundadır. Və bilirsiniz, ona görə də Həvari Pavel bu ayəni bizə deyir ki, bu günləri biz öz həyat tərzimizlə Allahın ruhunu kədərləndirməyək. Pavel məktublarında Efes məktubuna yazanda bu ayəni ondan qabaq bir neçə ayə əvvəldə deyir ki, və açıqlayır ki, bu günləri Allahın ruhu nə kədərləndirə bilər? Və baxırıq, vurğulayır buradakı yalan, qəzəblənmək və hətta yazır ki, qəzəblənərkən günah işlətməyin və iblisə yer verməyin. Mənim yadımdadır, bir hardasa 16-17 il bundan qabaq mən müqəddəs ruhu alandan sonra və yadımdadır ki, hər gün ağlayırdım. Allahın sözünü eşitdikcə ağlayırdım, dua eləyirdim. Çünki məndə təmizlənmə prosesi gedirdi. Və bir dəfə mən işdə bir insanla bizim mübahisəmiz oldu və mən çox qəzəbləndim. Çox qəzəbləndim, hətta o yerə gəldi ki, mən ona əl qaldırdım. Və bilirsiniz nə oldu? Üstündən 5 dəqiqə keçmədi, deyir o, hisli başda ağıl olmaz. Və mən həmən vaxtı o insanı vurdum və 5 dəqiqə keçmişdi ki, bilirsiniz nə oldu? Çünki mən onda Allahın müqəddəs ruhunun işini bilmirdim ki, Allahın müqəddəs ruhunu kədərləndirəndə insanın daxilində nə baş verir. Və baxdım ki, içimdə sanki ürəyim bu saat yerindən çıxacaq. Və mən çox narahat idim. Və o insanı çağırdım və üzr istədim, öpdüm onu, bağrıma bastım, dedim məni bağışla. Bilirsiniz bunu mənə kim vadar elədi? Bunu İsa Məsih vadar elədi. Allahın müqəddəs ruhu vadar elədi ki, mən o insandan üzr istəyim. Eləcə də bu günləri Rəbb bizə deyir ki, qəzəblənməyin. Kimə qəzəblənməyək? Allaha, xeyr, biri-birimizə. Yalan danışmayaq biri-birimizə, oğurluq eləməyək, Rəbb deyir. Ağzımızdan pis sözlər çıxmasın biri-birimizə. Rəbb deyir ki, bu kimi şeylər, insanın ağzından çıxan şeylər Allahın ruhun kədərləndirir. Amma baxaq görək, Allah müqəddəs ruhun bizə nəyə görə veribdir? Ona görə verib ki, kəlamda yazıldığı kimi, o bizim satın alınma günü üçün o ruhla biz möhürlənmişik. Və sonra başqa bir yerdə yazılıb ki, Romalılar 5:5-də Allah məhəbbəti bizə verilən müqəddəs ruh vasitəsilə ürəyimizə tökülür ki, bizim ürəyimizdə o məhəbbət olsun, o sevinç olsun. Allah bizə sevinç versin. Çünki bu dünyada bizi heç bir şey sevindirə bilməz. Sevindirirsə də sonra yenə kədərləndirir. Və biz müqəddəs kitaba nəzər salanda baxırıq, görürük ki, müqəddəs kitabda Allahın xasiyyəti və kimliyi var. Bu yazılıb Qalatiyalılar 5:22-3-də. Yazılıb ki, müqəddəs ruhun səmərəsi isə budur. Məhəbbət, sevinç, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik və nəfsə hakim olmaq. Bax, Allahın xasiyyəti budur. Bax, bu kimi xasiyyətdə biz yaşasaq, bax, o zaman Allahı biz sevindirərik. Eləcə də bu günləri gəlin, indi həyatımıza baxaq görək, biz Allahın bu kimliyində, bu xasiyyətində yaşayırıq, sevirik, bağışlayırıq, yaxşılıq eləyirik biri-birimizə. Yoxsa biri-birimizin düşməninə çevrilmişik. Yeşaya 63:10-da yazılıb ki, lakin İsrail üsyankar olaraq onun müqəddəs ruhunu kədərləndirdi. Bugün o İsraillər bizlərik. Bax gör, Rəbb bizim haqqımızda da nə deyir? Rəbb də düşmən olub onlara qarşı döyüşdü. Çox təhlükəli də, biz əgər biri-birimizə qarşı belə yanaşırıqsa və birbaşa Allaha qarşı biz belə oluruq. Və Rəbbin sözündən çıxdığımıza görə, Rəbb deyən kimi yaşamadığımıza görə və Rəbb başlayır bizim düşmənimizə çevrilməyə.
Və başlayırıq biz dava-dalaş yaratmağa bir-birimizlə. Başlayırıq münaqişə aparmağa, gileylənməyə, deyinməyə. Mən bilirəm, insanlar var ki, buradan çıxandan sonra başlayır biri-biri ilə kiminsə haqqında gileygüzar eləməyə, müzakirə eləməyə. O neynədi, bu neynədi, o nə iş gördü. Amma yadımızdan çıxartmayaq ki, hər dəfə biz bunu eləyəndə bunu Rəbbə qarşı eləyirik və Allahın ruhunu kədərləndiririk. Çünki hamımız bir atanın evladıyıq, Rəbb İsa Məsihin. Ona görə də Rəbbin istəyi budur ki, biz hamımız tövbə eləyək. Mən baxıram Zəbur kitabı 51-ci Zəbur 4-cü ayədə yazılıb ki, Davud belə bir tövbə duası eləyir. Deyir ki, sənə, yalnız sənə qarşı günah işlətmişəm, gözündə pis saylanı etmişəm. Mən Davudun bu məzmuruna baxdım, gördüm Davud nəyə görə tövbə eləyir? Axı Davudun həyatında nə olmuşdu? Davud Rəbbi ruhun nə ilə kədərləndirmişdi? Və məzmurun əvvəlində yazılıb ki, Davud bir qadınla bir zina edir. Batşeva adında bir qadınla. Və bilirsiniz, bu qadınla zina edəndən sonra Davud bu söhbətin üstünü örtbasdır eləmək üçün bir plan da hazırlayır. Planı baş tutmayanda və o qərar verir ki, onun ərini öldürtdürsün. Və həmən qadının ərini öldürtdürür. Çünki qadın artıq hamilə idi və bu aşkara çıxmasın deyə Davud bu hərəkəti eləyir. Amma üstündən uzun müddət keçəndən sonra Allah Davud peyğəmbərin yanına Natan peyğəmbəri göndərir, Şah Davudun yanına. Və Natan peyğəmbər Davudun yanına gələndə başlayır ona Allahdan bir misal çəkməyə. Və o belə deyir. Deyir ki, bir varlı adam var idi. O varlı adamın çoxlu malı, heyvanı var idi. Və bir kasıb da var idi, onun bir quzusu var idi. Bu kasıb insan o quzunu öz balası kimi baxardı, yedizdirərdi, içizdirərdi, onun qayğısına qalardı. Bir gün varlı adamın qonağı gəlir və o öz malından heç bir şeyə qıymır, amma o kasıbın bir quzusuna, gözün dikdiyi bir quzusun götürür, yemək hazırlayır və o öz qonağına verir. Davud qəzəblənir. Davud bu yerdə əsəbləşir və qayıdır deyir ki, var olan Rəbb haqqı o adam ölməlidir. O etdiyi bu rəhimsizliyə görə cavab verməlidir. Və bilirsiniz, Natan peyğəmbər qayıdır Davuda nə deyir? Qayıdır deyir ki, o sənsən. Mən təsəvvür edirəm Davud nə vəziyyətə düşür. Çünki Davud düşünmürdü ki, Natan ona qayıdıb deyəcək ki, bu sənsən. Eləcə də bu günləri hamımızın həyatında günah var. Biz özümüzü bəzən görmürük. Amma yaxşı olardı ki, bu günlər Allahın sözünü eşidək və tövbə eləyək. Və düşünməyək ki, bizim günahımız yoxdur. Hamımızın günahı var. Və Rəbb, Natan peyğəmbər başlayır Davuda bir sadalamağa ki, Allah sənə nə istədin verdi. İndiki müasir dillə desək, ev verdi, maşın verdi, arvadlar verdi, evladların, malın, pulun, hər şeyin var. Və daha nələr istəsəydin sənə nələr verərdi. Və Davud başa düşür ki, o Rəbbə qarşı günah eləyib və tövbə eləyir. Və qayıdır deyir ki, qoy Rəbb məni bağışlasın. Mən Rəbbə qarşı günah işlətmişəm. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, biz olur ki, günah işlədirik, düşünürük ki, bunu heç kim bilmir də. Amma bir şey bilək ki, Rəbb İsa Məsih hər şeyi bilir. Hətta mən bu yerləri oxuyanda görürəm ki, biz həyatımızda hansısa günahları eləyəndə onu örtbasdır etməyə çalışmayaq. Və onu ən yaxşısı budur ki, başımıza bir bəla gəlməmiş, onu etiraf eləyək ki, Rəbb bizi bağışlasın. Çünki Allah burada Davuda deyir ki, bax sən bunu gizlində elədin. Sən bunu gizli elədin, amma mən bunu açıq eləyəcəyəm. Ona görə, əziz bacılarım, qardaşlarım, başımıza bir bəla gəlməmiş, gəlin biz tövbə eləyək. Qoy Rəbb bizi bağışlasın. Deməli, mənim yadıma düşdü, Baytə belə bir söz deyərdi bizim kahinimiz, deyər ki, həyatımda nəsə düzgün getməyəndə, mən sırazı uşaqlıqdan indiyənə kimi olan günahlarımı yadıma salırdım və onlara görə tövbə eləyirdim. Ki, başıma birdən nəsə gələr. Həqiqətən biz də bu günləri başımıza bir şey gəlməmiş. Gəlin tövbə eləyək. Rəbb İsa Məsih həyatımıza qəbul eləyək. Və bilirsiniz, mən burada
Davudun bir məzmurun oxumaq istəyirəm. Bu yerlər mənim çox xoşuma gəlir. Davud burada tövbə duası eləyir və baxaq görək biz də həyatımızda heç belə tövbə eləmişik Rəbbin huzurunda. O 51-ci məzmurda yazılıb ki, çünki qanunsuzluqlarımı bilirəm, günahım daim gözümün qarşısındadır. Yalnız sənə qarşı günah işlətmişəm, gözündə pis sayılanı etmişəm. Mənə görə çıxarılan hökmündə ədalətlisən, məni məhkum etməkdə haqlısan. Mən doğulandan bəri günahkaram, ana bətindən belə təqsirkaram. Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, mənə daxilən hikmət öyrədirsən. Məni zülfa ilə yu, pak et, təmiz olum. Məni yuqardan da ağ olum, mənə şadlıq, sevinç səsini eşitdir. Qırdığın sümüklərim xoşallansın. Üzünü tut, günahlarımı görmə, bütün təqsirlərimi sil. Ay Allah, məndə təmiz ürək yarat, daxilimə yenidən sədaqət ruhunu ver. Məni öz zühurundan atma, müqəddəs ruhunu məndən götürmə. Xilasının sevincini mənə qaytar. İtaətkarlıq ruhu verib mənə dayaq ol. Amin. Davud tövbə eləyir. Davud başa düşür ki, o düzgün eləməyib. Düzgün eləməyib, o insan öldürtdürüb. Əziz bacılarım, qardaşlarım, Davud burada Allaha belə deyib, məcazi mənada daş atmamışdı, Allaha söyməmişdi. O Allahın balasına qarşı bunu eləmişdi. Əgər biz də bu günləri biri-birimizə qarşı bunu eləyiriksə və bilək ki, bu Allahın ruhunu kədərləndirir, bu şeyləri biz etməyək. Ona görə də Həvari Pavel Efes məktubuna yazanda yazır ki, qoy ağzınızdan heç bir pis söz çıxmasın. Heç bir qəzəb olmasın, çığırtı, böyçançılıq, büsbütün bunlar bizdən uzaq olsun. Çünki bunlar Allahın ruhunu kədərləndirir. Amma biri-birimizə qarşı xeyirxah olaq, biri-birimizə qarşı rəhimli olaq. Allah Məsih İsa'da bizi bağışladığı kimi biz də biri-birimizi bağışlayaq. Bax, Rəbbi sevindirən bu şeydir. Əgər biz Məsihçiyiksə, İsa Məsihə iman ediriksə, Allahın bir istəyi var. O bizi bağışladığı kimi, o bizi sevdiyi kimi biz də bir-birimizi sevək. Allah bundan başqa bizdən nə istəyir ki? Və bir istəyi də var ki, biz hamımız tövbə edək və Allahın həqiqətən də o kimliyinə, o şəxsiyyətinə malik olaq. Bilirsən, hamımızın kimliyi var da, Azərbaycan kimliyi var hamımızın. Orada bizim bütün yaşadığımız yer, atamız, anamız, hər şey bilinir. Amma bəs məsihçilikdə necə? Bugün həyatımıza baxanda, soruşanda ki, filan kəs kimdir, onun haqqında nə deyilir? Və qoyun bilirsiniz nə deyilsin. O məhəbbət doludur. O xeyirxahdır, o rəhəmlidir. Qoy Allahın o xasiyyəti bizim hər birimizin xasiyyətinə çevrilsin. Qoy Rəbb bu işdə hər birimizə bol xeyir dua versin. Amin.